Şəhidlər xiyabanında bir şəhidin məzarı başında atasının ağı deyərək hönkür-hönkür ağladığını gördüm. Çox təsirləndim, çox kövrəldim və belə bir şeir yarandı. Hardan bildiniz bunu? Hardan bildiniz? Götürdük, bilirdim. Hardan? Özüm dəfn eləmişim. Özüm dəfn eləmişim. Ey şəhid atası, şəhid atası, axan göz yaşına qurban olum mən, məzarı qəlblərdə olan balanın cansız başdaşına qurban olum mən. Sən ey şəhidimin dərdli atası, o ağı söyləyən dilinə qurban, şəhidim cənnətdə çiçək butası, sənə dayaq olan elinə qurban. A şəhid atası, a düzgün kişi, saqqalı ağarmış üzünə qurban, qaməti əyilmiş ay üzgün kişi, can bala söyləyən sözünə qurban. Ay şəhid atası, ay əziz qardaş, bu qədər bükülmə boyuna qurban, şəhid qardaşımın, şəhid balanın heç vaxt olmayacaq toyuna qurban. Dedim gəlmişəm üstünə, çıx mənim balam, mənim görüşümə. Bəs mən o vaxt o yerlərdə neçəkdə həsrətini çəkmişəm. Çıx məni qarşıla mənim balam. Amma neyim o? Başqa bir şəhidin məzarı yanında isə bülbülün yuva qurduğunu, məzarın üstündəki təzə tər güllərə nəğmə söylədiyini gördüm. Bir şəhidin məzarında bülbül yuva qurub gördüm. Məzar üstü baş daşında şəhid şəslə durub gördüm. Sənə qurban olum şəhid, şəkil olub baxma belə, dönüb mənim göz yaşıma cansız daşa axma belə. Bülbül sənə qonaq gəlib, nəğmə deyir, fəryad edir, qalx ayağa, dur, qarşıla bu susqunluq şəhid. Nədir? Bülbül deyir nəğməsi ilə, yerin cənnət olsun şəhid. Sənə nəğmə deyim, uyu, qəbrin nurla dolsun şəhid. Allah yazdı bu qisməti, bu baxdı. Vətən göylərində şimşəklər çaxdı. Ulduzunuz qəfil parladı, axdı. Siz haqsınız. Dünya yalan, şəhidlər. Ürcah olduq çox naxələf yadlara. Parçalandıq neçə-neçə adlara. Vətən bağı qalananda odlara bircə anda gül tək solan şəhidlər. Siz vətənin harayına yetdiniz. Anaların göz yaşında bitdiniz. Ataları qocaltdınız, getdiniz. Şəkillərdə cavan qalan şəhidlər. Düşmən üstə yeridiniz əzm ilə, mübarizə apardınız dözümlə. Vəsf eləyim sizi necə sözümlə. Söz mülkündən xərac alan şəhidlər, şəkillərdə cavan qalan şəhidlər. Siz haqsınız. Dünya yalan, şəhidlər. Dünya yalan, şəhidlər. Videolarımıza vaxtında izləmək istəyirsinizsə, YouTube kanalımıza abunə olun.
kanalımızı TV.